sayır çok olsun. Özümüz özümüzün derdini bilen, her sevinçli günde birlikte güler. Yüzümüz gülsün gelir hayat şenliksin, mehriban anları sayır çok olsun. Özümüz özümüzün derdini bilen, her sevinçli günden birlikte güler. Biz aileyi her şey güzeldir, bu hakikat ülfet getirdi. Dua etmişsen mi? Bəli, sevərəm. Günahın qalıbsa bunun içində, Allah qarşısında, Tanrı önündə dua et, tezliklə günahını yu. Hazır deyilsənsə ölümə ruhən, səni öldürmərəm əsla qətiyyən. Necə? Danışırsan bətilimdən, amma qorxulursan mənə əzizim. Düşün günahını nə varsa bir. Yeganə günahım səni sevməkdir. Dünyada mənim üçün əziz yeganə, əsmalı yadigar vermişdim sənə. Sənsə qəs göyə vermişsən onu. Deyirəm yadigarına. Mənə qarşı durmaq, beləsə heyhat. Sabah sən öldür məni, möhlət ver yaşım tək bu gecəni. Sədaqətli Yaqub, hər şey mənə danışdı. Mən yaşım görümdəsən. Yox, olmaz, dəyişməz etsə qərarı. Bircə dəfə qoyayım bari. Yox, olmaz. Keçdi. Sərdar! Ey Sərdar! Açın qapını! Nədir hay-haray? Kimdir səs-küy salan qışqıran belə? Ölməyib deyəsən, canı var hələ. Vəhşiyəm, ürəyim yumuşaqdır fəqət. Boyun aramıza kəsən arzu vəziyyət.
qışqırdı? Kimsə qışqırdı ki? Ölürüm, günahsız. Ayırma! Hanımın sesidir bu ses! Kömək! Kömək eləyin! Kömək! Onu mən öldürdüm. Kassiyonunla oynaş olubdu. Ləyaqət, sədaqət təhqir olubdu. Desdemononla dəsmal verir. Soruş özlərindən bu rəzaləti. Gözlərimi ilk açan sənin yardım oldu. Dözülməz alçaqlıq! Amansız dəhşət! Eşqələ salıb mənfur rəzalət! Kömək eləyin! Kömək eləyin! Möhtərəm general, nə vardır belə? Yakob, vaxtında gəlmirsən elə. Heç zaman yol vermə ona. Atsın cinayəti sənin boynuna. Söyləyir, güya ki demişsən ona. Xəyanət edilmiş Paki qızdım ona. Bu keftirə, rəzalətə bax. Yalnız öz fikrimi söylemişəm mən. Yoktur bir əlavən bir kəliməm hətta. Özü sübut eləyir bunu həyatda. Sən səsini kəs. İndi mən dil açan danışam gerek. Bu vicdansız işe dözərmirəm. Xanım daha yoktur bir baxım. Onu öldürüblər özlət haqqında. Təəccüb etməyin. Ölüm doğrudur. Kütbeyin mağır. O dəsmalı mən tapmışdım xeyri var lap təsadüfən. Gətirib əlimə verdim mən onu. Çünki millətinin yox idi sonu. O məni həmişə tuturdu bilə. Dəsmalı gizlicə keçirim. Yalan deyirsən ləçə. Allah cənablar, mənim hər kəlməmdə bir həqiqət. Ne için taşlar yağmur yere göylerden? Ne için yıldırımlar düşmüyor birden? Göylerin qəzəbi tükenib yenir. Ah iğrenç yaramaz, ah qəddar cani. Bəli, mən ölürəm. Ölürəm. Lütf eləyiniz. Xanımın yanına koyun beni siz. Otello, siz vəzifənizdən uzaqlaşdırıldınız. Bu evi tərk edin. Dayanın. İkizə kəlmə sözüm var. Azğın ərəb gördüm bir gün Hələbdə. Bir Venesialını tutub döyürdü. Senatı, hersogu pis söyürdü. Onun xirtdəyini keçirib ələ, xəncəri köksündən vurdum. Bax belə! Hər şey sona çatdı. Axıra yetdi. Mən dəhşət içindəyəm.
tamaşadan danışaq, nə deyirsən? Tamaşa yeridir. Abbasa payla unutdan ayak sürüşən deyəndə. Mən səni şərəf etmişəm. Unudun ki, Otello'nun adı Abbas, Desdemona'nın adı Aydan, Cassio'nun adı Paşadır. Sizin üçün səhnədə kənarda belə onlar yalnız Otello, Desdemona, Cassio'dur. Siz bir-birinizi səhnə adlarınızla çağırmalısınız ki, özünüzü və rollarınıza tam daxil edərsiniz. Bax, bu mənim üslubumda, bilirsiniz. Biri gəlmişəm. Yaqo, ora-bura az vurnuxmalısan. Daha çox daxili oyun lazımdır, xarici yox. Başa düşürsən? Qızlar nə xəbər? Həmişə hazırda oturaq. Yəqin ki, hələ hər şey o qədər də qaydasında deyil, amma əsas odur ki, biz qalib gəlmişik Bəli. və qaliblər də mühakimə olunur. Bəli, içək qələbəmizin şərəfinə. Qələbəmizin şərəfinə. Saadetli mehribanım, saadetli, saadetli yaşamayım. Ömür şövkü məhəbbətdir, ömür şövkü məhəbbətdir, məhəbbəti yaşamalım. Ömür şövkü məhəbbətdir, ömür şövkü məhəbbətdir, məhəbbəti yaşamalım. Üstümüzden geçti külək, üstümüzden geçti külək, şən zarafat şirin kələk. Biz mehriban aileyik, biz mehriban aileyik, gelin dostlar diyen güler. Biz mehriban aileyik, biz mehriban aileyik, gelin dostlar diyen güler. Gəlin indi bir qədər Lodavika barədə danışaq da, bax, o rolu özüm oynayım. Bəli. Tamaşanın ən mükəmməl, ən yadda qalan, ən əsas rollarından. Bəs nə? Sadəcə olaraq maraqlıdır ki, niyə tamaşanın adı Lavavikoya otel adlanır? Sən oynayan yersizdir. Sən bilirsən ki, mən aktyor yox, rejissoram, rejissor. Bu rolu məcbur qalım özüm oynadım, çünki rolun ifaçısı xəstələnmişdir, Seçim bəylə. Yaxşı, təvəzzəkarlıq eləmə. Baxmayaraq ki, 2-3 cümlə söz dedin, amma o dəqiqə məlum olur ki, sən rejissor deyilsən, ha. Sən elə anadan gəlmə aktyorsun. Düz bir anda möhtəşəm bir qız. Sən də bir yap. Narazı qaldım, o pəkcə o deyil. Ha? Kim? Ha. Narazı qaldım, pəkcə o Desdemonadır. Bırak vaxtı onu da anlasın. Yeri gəlmişlə haradadır? Yəqin elə paltarın deyil. Geç çağır da. Bax, məsələn, onun son sözlərini götürək. Ölürəm günahsız yerə. Mən ona 100 dəfə demişəm ki, bu səhnənin ən təsirli məqamıdır. Yəni bir pərdənin arxasında nəsə mırıldanır. Tamaşaçılar onun nə dediyini eşitmir. Belə şey olar, final məhv olur, amma yol verilməz. Yaxşı olar bunu gələndə özünə deyəsən. Ha. Duyacam da. Qorxmazsan. Niyə həmişə məni sancırsan? Həmişə şirəkli sevimi ifadəni bilirəm. Mən başqa cür durarım. Bu asqar gör nə deyirəm. Tamaşanı necə hazırlamağı da hamı bilir. Necə hazırlamağı isə heç kəs bilmir. Böyle sənətkarın dili masalında yoxdur ya. Heç tərzinə də çıxmadı. Bilim kraliçe yenə nədənsə narahatdır. Baxma gör, Aydan hardadır? Onsuz premyeranı qeyd etmək yaxşı olur. Hala bir dəqiqə, Aydan yox ha, Desdemona. Axır ola tamaşaya tam daxil olmaq üçün bir-birimiz ancaq səhnə adlarıyla çağırmalıyıq. Sənin metodun ya cənab rejissor. Eybi yox, sonra Aydana zəng vurar, ondan da hələ o birisi var, ondan da üzr istəyər, bəlkə səni bağışlayalım. Bu heç yerdə yoxdur. Qapçıdan soruşdum. Oyadım soruştum. Ne dedi Zımın? O bura çağırdı. Yok o yaptı açarlardı dedi. Böyük sənətkarın istədiyi kimi hərəkət eləməyə haqqı. Düzdür. Yaxşı, yaxşı. Gəlin, gözəl xanımlarımızın şərəfinə içək. Ən də gözəl aktrisa. Gözəlliyinizin, istedadınızın və cazibədarlığınızın Başını qara gözü gün sarı, ulduzlu şəhər ulduzları, sizlərə heyran olub çiçəklər, yollarda qalır gözlərim. Sizlərə heyran olub çiçəklər, yollarda qalır
söz Bakı kızları, Bakı'nın kara gözlü kızları, şirin sözlü kızları, şirin söz Bakı kızları. İndi belə görürəm ki, kişilərin şərəfini içməkdən başqa çarəmiz qalmır. Təbii ki. Eğer hanımlar bizim şərəfimizi içmək istəyirlərsə, mənim kiçik bir sürprizim var. Hadi öyle. Əsl Fransız konyak. Ağzından götürün. Deməli, Tamam. Hə, cənab rejissor, mən sənin aktrisanı şeydim. Mən də çıxasam. Qaymaq diye, qaymaq. gətirəcəm mən bax. Dezdemona oradan uzanır. Yatı. Ha bilmirəm ki. Bianca get bir bax da. Eşinə nə lazım dezdem ona? Emilia sen get də. Başa düşmədim, mən niyə onlarla gedirəm, mən beklə. Başa düşməni sən niyə girmirsən? Güclə. Yox, sadəcə qadın çarpayısına baxmaq. Baxmaq danışma. Ha. Bura səhnədir ya. Qadın yataq otağı deyil. Yaxşı? Sən bilənlərdən deyil ha. Nə cür deyirsən? Qadın yataq otağı. Məncə bir problemimiz var. Nə problem? Dezdem ona deyil. Sən olmaq istəyərsən, baxma dezdem ona. Bir dəqiqə dayan. Dezdem ona. Mən özür oldum, özür Hər şey yaxşı. Olabilir. Pis olsun. Hiç sorun olmaz. Sabah mı geleceğim? Dezdemona var da. Sabah gelsin. Nə oldu? O ölür. Nə? Necə ölür? Deyirəm ölürsən. Ola bilməz ki, o biraz əvvəl burada sağ-sağlam uzanmışdım, elə burada onu boğurdu. Hə? Görünür bunun çox məhanətini eləmişsən ha. Mən ona nasıl toxundum? Azca, Hə. sən əvvəlcə öz əllərinə bax, sonra qadın bədənin necə kövrək olduğunu xatırla. Sənə məsləhət verir, əşyalarını qiymətli yerdə saxla. Yoxsa sən içəridə olanda arvadın nereye gedəcək? Aydan olur buraya verir. Dəli olmuşsan? Daha bir qatılır, müzik adama qulaq as. Hə. Məndən demir. Mənim arvadım elə dəlidir. Otello. Əslində sən bizə böyük yaxşılıq eləmisən. Əslində biz Dezdemona'nı çox sevirik. Dəhşət! Çox. Ölürdü. Ha, çox sevirik amma bax haqqına danışaq da. Bizim bir tamaşaya görə aldığımız pulu, hamımızın pulunu toplasaq, Dezdemona'nın bir tamaşaya görə aldığı puldan az olar. Bu ədalətsizlikdir. Çünki rejissorun fikrincə, tamaşaçıların hamısı tiyatro ona görə gəlir. Heç. Otello, onu necə öldürdüyünü xatırlayırsan? Məsələ burasındadır ki, yox. Elə bir duman içindeyim. Pis olanda budur ki, məni aparacaqlar amma heç kim niyəsini bilmir. Belə olduğunda istəyəm onun heç olmasa, elə ləzzətlə boğardı da biraz. Yaxşı. İndi neyniyim? Yaxşı olur. Neyniyim indi? Konyak əladır. Ya gətirmirsən konyak, mən ömrümdə belə konyak içməmişəm. Yaxşı. Çünki ondan yox. Çağırın. Polis çağırın. Çağırın polis. Aparsın. Yaxşısı budur, özün get etiraf elə. Onda cəza birləşər, bir qədər də atış kəsərlər, düzdür? Sana görə. Dəhşətli qorxu hissinə yaşamaqdansa, həbsxana daha yaxşıdır. Mağdur öz işini gördü, mağdur gedə bilər. Onu xoş hisslərlə xatırlayır. Əlvida, saf his, saf duyğu, könül rahatlığı, könül xoşluğu.
əlvida, döyüşlər, ləyaqət, hünər, papağı lələkli, mərd süvarilər, əlvida, susmayan sinc, təbii səsi, şeypur gürültüsü, at kişnərtisi, qanlı cəbhələrin ağır sınağı, qələbə şənliyi, zəfər bayrağı, o şərəf, o şöhrət, ah getdi bana, o dalov püskürən, hərblər əlvida, əlvida məhv olan, əzəmət vüqar, yıldırım tək çaxır, curlayan toplar. Otello dövranın yetişdi başa, her şey çattı sona. Yetirməndi də, halo. Gör necə bir sənətkar məhv olub gedir. Mən carsızlığına danışmışım. Ura! Sənət kef. Mən xatırladım. Nəyi? Neyi? Mən onu boğmamışam, saxlamışam. Aylar, Damra. Hə, Oldu yaxşıladın. Bunun nə fərqi var? bağışlayın. Bu topor xəncərdən bıçaqlama olur. Öyle içindən də özünüzsə yaxşı Ay bilirsiniz. kişi. Bax, sübut elə ki, sənin xəncərin bu taxır. Bax da bax, başqa necə ola bilər? Bax. Hə. Bu kəsir xəncər. Ha. Sən mənə Abi də gəl məsələni həll eləyirəm. Kimcəsə də baxmaq istəyir. Mən yox. Mən getmərəm, mən getmərəm. Bədəninə baxacaqsa gətir. Kasio, bir an ardınca gəl. Vəssalam. Məsələ həll oldu. Bıçaq yarası da var, qan da var və qan əsl qanı, zoğal südü. Hazır sana ya. Söyləşən strategiya sənə. Ne deyirəm? Nə deyirsən? Tamaşadan əvvəl Desdemona'nın himayədarı onun qırıb otağına gəlmişdi. Direktdir? Yox, o birəsiz himayədarı. O da tamaşadan əvvəl möhkəm mübahisələrə düşdü. Siz təsəvvür edin bizim o zərif Desdemona onu elə qətsiz sözlərlə söyledi ki. Fikirləşdim mən ondan öyrənməyə çalışdım. Ay yaxşı, dalaşçılar, söyüşçülər, bu bizə nə indi deyirsən? Bu bizə nə verəcək? Yago, sən ki ağıllı adamsan. Bilməm, bəlkə Desdemona anlaşına o bilir. Bu məsələndə heç bir aidiyyatı yoxdur. Hə? Deyirlər, indi həbsxanalarda yaxşı teatrlar var. Narahat olma. O teatrlarda da az oyunda oynayacaqsın. Mən başa düşmürəm. Siz zarafat edirsiniz. Çox sıxı zarafat edin. Ciddi şeyləri zarafat. Bilirsiniz nə var? Mən evə Geçin ora, geçin ora. Eşidirsiniz məni? Bu məsələ həll olunana kimi heç kəs buradan getmir. Baxın. Haradadır? Teatr açarlar sən. Teatrın açarları məndə. Yaxşı, bəs indi neyini? Oturun fikirləşin. Lada bir qaçarar. Geç otur. Lada qaçar. Mənim ağlıma yaxşı bir fikir gəlir. Mən Gəlin hamımız yanımıza sağlıq qırım otaqlarımıza çəkək. Hamımız vəziyyəti özümüzdə götürüb qoyuyor. Sonra da burada yığılaq.
Ne yiyeceğim sana karar verelim. Mən razıyam bu fikirə. Mən də razıyam. Gedək. Gedək. Otel. Otel. Bu sensin. Malaviko! Hayago! Ay! Bir anda sen burada neymiştin? Hiç ne? Öyle korkut olsa gelip bir otaqda gizlənər. Ben orada daha çok korkuram. O dayanmır da. Sence Desdemona'nın kimi? Yani Otello. O kişi o halim haysiyetli adam. Ha, halimdir, halimdir. Ama bir o kadar da kinlidir. Ha, sen onu tanımırsan. Aslında ben onu qınamıram. Tamaşanın adı Otello adlanır, cəmaət gedir Desdemona'dan danışır. Jurnalistlər gedir Desdemona'dan müsahibə alır. Yazıq neyləs dözməyib demiş. Bence sen ona nifret edirsin. Ona göre ki Otello'nun özün olmak istersin. Aa, oynayacağım, görərsən. İndi görək Desdemona'nı kim oynayacak? Sən oynamaq istəyirsən. Niye de yok? Bak niye de yok? Eğer Desdemona'nın ben olsam, ben olmasam. Talep edeceğim ki Otello sen olmasın. Sənin lütfünə, arxayım. Ay, sənin lütfünə arxayım ola bilərəm. Ben de olmasın. Biz her işte razılığa gerek bilərik. Otello onunla oynaş olubdu, sədaqət, ləyaqət, tədbir olubdu. Serveri! Oy, Desdemona! Sənə xəbər var. Ha? Heç nə, nə təzə xəbəri? Hamı buradadır. Bəlkə kimsə deməyə sözü var. Yaxşı, belə soruşam, kimin nə təklif? Düzdür. Desdemona öldü. Ama bu premieranı qeyd eləməyimizə mane olmamalıdır. Ne çay məşqlərdə əzab çəkmişik. Nəticəsi də çox olurdu. İndi neyniyək? Yenə bir amacımızı qeyd eləməyək. Düz deyirsən. Gəlin, yeyib içək. Əlbəttə. Eləməyə haqqımız var. Düpbədüz, Desdemona da olsaydı bunu bəyənərdi. Elə hesab edək ki, ruh həm bizlə Hə, qalacaq. sən. Gəlin. Gözəl Desdemona'nın uğrunun şərəfini içək. Şərəfə. Bir dəqiqə dayanın. Nə oldu? Bəs onun ölümünü dərhal polisə deməməyimizi necə izah edəcəyik? Heç kimə heç izah edəcək. Deməli biz tamaşadan sonra burada oturmuşduq, sakitcə premieramızı qeyd etdik. Yeyib içirdik. Ondan sonra kassiya getdi onun yanına. Gördü ki, uzanıb tərpənmir. Biz də o dəqiqə təcili tibbi yardıma polisə zəng elədik və salam. Belə deyirsənsə, Desdemona sağlığına çək. Çox yaxşı. Bax, burada oturub yeyib içirik. Yavaş-yavaş ağlımıza parlaq fikirlər gəlir. Parmaq fikir demişkən. İndi
Bircə ağlıma başqa bir fikir gəldi. Elə bilir ki, Desdemona'nın cəsədi teatrdan yox olsun. Bu mümkündür. Niyə də yox? Cəsədi teatrdan aparaq vəssalam. Hara? Mənə maraqlı deyil hara. Hardan aparmağımız önəmli. Bizə nə Desdemona yoxdur, başına nə iş gəlib hardan. Qulaq asın, Desdemona yoxdursa, problem yoxdur. Bəs sana gizlədəcək. Hə, bəlkə onu çaya Diyor. Görünməyə ağlıma nə fikir gəlir? Deməli, bizim primadonnamız teatra dəbdəbəli paltarda, bahalı paytoda gəlmişdi. Otello'nun maşını var. Desdemona'nı soyundururuq. Batırı evinin qabağındakı küçüyə. Onda hamilə bilər ki, Desdemona'nı evə gedəndə quldurluq məqsədi ilə öldürürlər. Vəssalam. Mən həmişə bilirdim ki, Yakup hamımızdan akıllıdır. Hamı razıdır. Hiçbiriylə. Onda işe başlayırıq. Hanımlar masalı temizleyeyim. Şuraya, cəsədi yapmayın. Onun bütün paltarlarını soydurma lazımdı. Bir katiz o girsin böyle sadece. Şöyle. Necədir? Mənə yaraşır, hə? Harika atma ya. Sabah başka bir Desdemona'ya lazım. Yaxşı, yaxşı, yaxşı. Düştü yere. Oo. Oo. Sabah başka bir Desdemona'ya lazım olacak. O yığılmalıdır, ütülenmelidir, aparıp koyulmalı Desdemona'nın bir mutfağı. Ki onu sabahki tamaşa için özel hazırlayın. Ne seveyim? Bəs sinə qaşılanmış, hə? Ulan seni az qalan bir yüzünüzə, gözünüzə soxdu brilyant üstüyü. Yoxsa onu oğurluq məqsədi görürdüm. Heç kimdən olmaz, mənə yavaşlayın, brilyant. Ha neyiniz siz deli olmuşsunuz? Eğer bunları kimse sizde görse hamımız ellerini gidelim. Burada. Burada. Otello. Tez ol hanımlardan üzülü sırkalar al yoksa hamımız bakarız. Tez ol. Bile, her şey hazır. Adamı kötü yatın aşağılardan ver. Otello, maçlı giriş kapısını sür. Bianca, onun gece köylerini yuva etsin, tezine. Bütün ağırdan çok. Kaç bir müsehrinden əzizim, kaç bir geç. Emilia, Hə? gedirsen desem olan gibi. Onun paltarını, paltosunu, grim eşyaları, ümumiyyətlə eve gidecek. Təəssüratını yaradacaq ne varsa götürürsən, Atarım. gətirirsən bu özdə tez. Eləmə də, hər şey hazır. Kaçta cəsəd maşrafarla kömək. Yaxşı, mən də gedim ha. Yox, sən burada qal. Xanımlara göz doyaq baxın eləməsin. Sən də süpəyə yaxşılasın. Götürdün. Yavaş. Elə məndən bu barədə düşünürəm indi.
sərxoş Otello'yu Monqa verirdi. Yenə nə oyun çıxardı? Nə oyun çıxardacaq? Heç nə. Desdemona'nı maşına yerləşdirəndə yazığın ayağı qaldı qapının arasında. Sonra da dirsəyə gedib onun Bunlar ailəmi qatıqları bilmək. Bunların hamısı şahid dəlildir. Ver bura. Buna görə öldürdülər də Heç nə Desdemona'nı. olmaz. Onun belə quldurların zorakılığına məruz qaldığı da yox. Ay qız, belə danışmamışdıq biz. Buna görə öldürdülər də. Ay qız, sən Desdemona'nı gecə paltarını tülə. Hələ yox. Tülə də kimi gözləyirsən? Yaxşı. Amma gedib qrim otağında ötürüyor. Bu da rahat deyil. Nə gecə köynəyi? Kassio, sən də gəl. Tək qol. İndi soruşam, bilərəm burada nedirdiz bir Ankara. Sadəcə məşq edirdik biz. Bizim olan yolunu. Tutaq ki, Söz vermişdim ama mənə bizim ununan olun. baxıb fikirləşərik. Baxın fikirləşməyə vaxt yoxdur. Sabah tamaşanın bizim olan höküm oynayacaq. Lada Pilko mənə açıq şəkildə de. Sabah bizim onu kim oynayacaq Lada Pilko? Baxacıq da. Baxacağım. Ütülədin o gecə köynəyini. Vaxt olmadı. Yenə ütəli qızmayın. Mən belə görürəm ki, sən Desdemona roluna uyğun deyilsən. Sən elə Bianca'da qal. Bianca sənə çox yaraşır. Nə oldu? Hə? Heç nə. Onun evinin qabağında küçüldü gəldik. Sizi kimsə gördü? Ya bizi heç kim görmədi amma əmin deyiləm də. Gözətçi otağında divana uzandı. Ümumiyyətlə onun da ağır yeri özündən apardı. O ancaq mani olurdu. Desdemona'nın maşını mindirəndə kapota çıxdı başına. Ayaqçı kapota Demək təhlükədən qurtuldum. Yəqin ki, hə! Hər şey yaxşı olacaq. Həll olur lan. Desdemona daha yoktur. Bırakımız yoktur. Her şey bitti. Sona çattı. Tamaşamız battı. Hiç bilmirəm biz Məncə gereksiz bir saklayan olan birbirimize dayan. Sonrası düzeler, onun hiç korkusu yoktur. Aklını sağlam çoktur. Eylemize var, bizim yakamıza var. Bizi hivas ederler, eyler özgür. Oldu məşhur. Bir dəqiqə dayanın. Bizim elə bir dənə də problemimiz var. Nə problem? Hər şey həll olunmadı. Bayaqdan fikirləşirəm. Sabah Desdemona'nı kim oynayacaq? Başa düşmədim. Nə fikirləşmək əlbəttə ki, mən. Biz axı çoxdan danışmışıq Lada Pilko. Sən heç böyle deyilək teatrımızın. Sənin işin susub qulaq as. Mənim işim Desdemona oynamaktır. Sən Desdemona oynaya bilərsən. Sənin istəyən adın var mı? Sakitləşin. Mən başa düşmürəm. Siz niyə susursunuz, hə? Yəni istəyirsiniz ki, tamaşanı pul. Yaxşı. Hə, siz desən tamaşanı məhv olmağını istəyirsiniz, hə? Təklif edirəm yoxlanış keçirək. Emilia da Bianca'da Desdemona'nın bir səhnəsini oynasınlar, ondan sonra kimin oynayıb oynamayacağına qərar verir. Başa düşmədim. Mən, Emilia. Hansısa bir yer görmüşüm oluyor. Kim imtina eləsə də ondan da imtina eləməlidir. Yaxşı. Birinci Əgər hansı? belədirsə yeni olar. Hansız Mən başlayır? razıyam. Mən. Niyə sən? Çünki mən çox Ay qız Bianca başlasın, nə fərq var? Belə. Deməli,
3 nəfərdən ibarət ekspromtla düşura Bianca'nın çıxışına baxır. Aha. Bianca, çarpaya yaxınlaş. O sen hiç otel olasın be. Benim vardı. Yok. Ben ona işi göstermeyeceğim. Oynamayacağım. Koy. Otelin kızı. Əslində kapriz elədi. Geyin başla. Yoxsa Desdemona'nı Emilio oynayacaq. Oğlum mənə verməsən peşman olarsan da Fiko. Məni təhdid eləmə, bax gözün peşman olmasın. Başlayın göre de. Emilia. Korkuram yata bilmirəm. Nəsə bədbəxtlik olacaq bizi. Narahat etmə. Budur. Şəfalıqlardan bir iki o sizə yuxu gətirəcək. Sağ ol əziz. Elvida xanım. Gecəniz xeyrə. Bəs otelin kimi olacaq. Mən Kassiyonu istəyirəm. Bəs də kapriz elədin. Dedim sənə kasyonu verməyəcəm. Heç yap onu da. Qoy otelonu öyle Emilio oynasın. Niyə? Başa düşmədim, siz mənlə məzələnirsiniz. Şirek pipaların kimin vereceğine ne farkı var artık? Akı bizim bir Bianca Desdemona'ya bakın. Ha. Ya. Oyna. Başla. Otello, bu sensin. Bəli, Desdemona. Yatmırsan neden? Bu akşam bir söyle yatmış ülkenim. Dua etmişsen mi? Bəli, sərvərim. Günahım qalıbsa, bunun için de Allah karşısında, Tanrı önünde dua et tezliyle günahını yut. Hazır değilsen söyleme Ruhan, seni öldürərəm. Öldürmərəm, əsarəti yedim. Necə? Danışırsan da. Mən onu hiç oynamayacağım. Sen istersen sənə bu cür təqdim eləyim. Emilia'nın sənə verdiği içkiyi niye içmədin? Qorxdum ki. Desdemona zəhərlədiyi kimi mən də zəhərləyər ona görə. Ne danışırsan Bianca sen? Nə bilirəm, onu da danışıram. Ne dedin sen? Heç nə. Ay kız, başlamısan, axıra qədər də davam elədi. Ne Yaxşı. dedin? Tamaşadan əvvəl balaca bir şüşə qabdan bir neçə damcı nəsə tökdü onun içkisinə. Soruşdu ki, nədir bu? Nə edirsən? Dedi, başım ağrıyır, içəcəm. Sonra gətirdi həmin o içkini Desdemona'ya verdi. Sən yalan deyirsən. Məndə balaca şüşə qabdan olmuyor. Bax orada. Bəs bu nədir? Sən ona da Ay qalır, kız, bırak! ver mənə. Nədir bu? Ay kız, cavab ver də Adi nədir bu? yuxu dərmanıdır da. Niye bunu Desdemona'ya söylüyorsun? Cavab verəcək. Hiç değildim ki tamaşa vaxtı onu yuxu tutsun, rol alınmasın. Ne oldu? Sen istediğin hal oldu. Ha. O yattı. Özge beni yukarı gitti. Qorxuram Emilia buna görə cavab verməli olacaq. Bəli. Hə? Desdemona'nı sıradan çıxarmağı siz məndən xahiş eləmədiniz, hörmətli sinyorla da bir qoy. Düz deyim, mən Desdemona'nı roldan çıxarmaq istəyirdim. Mənə bir bəhanə lazım lazım idi. idi. Amma yəni mən bu cür düşünmürdüm. Ne olub yan vermək üçün? Hə? Cavab ver də mənə. Ne olub yan vermək üçün? Mən bu çirkin şey konuşmadım. Yaxşı da yaxşı. Deyirəm ki, gəlin hər şeyi unudaq içək. İçer. İçək. Çək, razıyam, hə? Çəkil. Bunu götür. Bunu götür. Çək. İstəyirəm tamaşanın ideyasını bir daha. Bilirsən nə Oğlan. var? Aha. Məni tamaşanın ideyasına maraqlandırır. Sabah Desdemona'nı kimin oynayıb oynamayacağını mənim üçün daha açıq. Əzizi, bu artıq həll olunub. Sabah Desdemona'nı mən oynayacağım. Sən sevdəki kimi Emilia. Bəzən səndə alınır. Amma mənə heç bir içki verməyəcəksən. Gül əzizim, gül. Görüm sabah Desdemona'nı mən oynayanda necə güləcəksən. Sabah Desdemona'nı mən oynayacağım. Oynayarım. Oynayacağım. Oynayacağım. Biriniz de səhv edirsiniz. Sabah Desdemona'nı ben oynayacağım. Desdemona. Bəli, Desdemona.
aktör kimi də tamamilə yararsız. Sən heç məndə görməni sevimi oynaya bilməz. Deməli sən safsan. Dəst göynəyi çıxar. Bəs nə geyim Nə üşüyürəm? deyirəm, elə tez, nə deyirəm? Yeri gelmişken Emilia, əzizim, çox gözəl paltarım var. Onu mənə bağışlamaq istəmirsən? Əlbəttə. Elə indi, elə bırak. Tez gəl. Əlbəttə. Tez ol. Məncə pariki də çıxarsan yaxşı olar. Ah! O həlimə bedalı. Ver. Bəs bilyatlarım hardadır? Bəs bilyatlarım hardadır? Götürüb saxladıq ki, heç kim oğurlamasın. Hə, qoruduq. Bana çalmışam otaqda. Verin mən atarım, verin. Əyləş. Mən Dezdemon olacağam. Mən özüm. Bu vəziyyətdə necə olacaqsan axı? Gözü qapqara, ayağı sınır, qolu dipsən, belə desən necə olacaq? Elə beləcə də oynayacağım. Bəs tamaşaçılar nə düşünəcək? Hə, tamaşaçılar düşünəcəklər ki, Otelo hər gecə arvadını döyür. Ay. Heç olmasa bir şey verəcəm. Bu nə? Başıma da iş gəlir. Yuxudan oyanıram ki, gözətçinin otağında yatıb qalmışam. Bura qəhrəmanımız burada tutulur. Bura qəhrəmanımız. Ay, buradasınız. Sən, Dezdemona salam, necəsən? sən heç xatırlamırsan? Axı biz tamaşadan sonra premieramızı qeyd edirdik. Yalnız yadımda ki, ben çoxunuza yiyib sizi əyləndik. Premieranı ala qeyd elədik, düzdür? Söz ola bilməz. İndi evə getməyin vaxtıdır. Tamaşadan əvvəl dincəlməliyəm. Düz bəli. Dayanın! Nə oldu? Gəlin bir qədəh də bura. Açala. Məncə kifayətdir. Onsuz da ayaqüstü güclənlər alınsa. Biz bir ailə kimiyik. Ümumiyyətlə buradakı hər kəs bir-birinə doğmadır. Gəlin bu doğmalığımızın, mehribanlığımızın, ümumiyyətlə bizi birləşdirən hər şeyin tərəfinə. Bir sözlə, sevginin şərəfinə içək. Sevginin şərəfinə! Biz aileyiz, her şey güzeldir. Bu hakikat ülfet getirdi. Yüzümüz gülsün gerek hayat şen gitsin. Mehriban anların göğsü ayrıcık olsun.